Bəqərə surəsinin Azərbaycan dilində tərcüməsi. Bu qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadılar. Məhz onlar nicat tapanlardır. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdi. Onlar üçün böyük bir əzab vardır. İnsanlar arasında ellər də vardır ki, mömin olmadıqları halda Allaha və axirət gününə inanırıq deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdı. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. Onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman, biz ki ancaq xeyirxahlıq edənlərik deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər. Onlara, bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin deyildiyi zaman, biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək deyirlər. Doğrusu, onlar özləri səfehdilər, lakin bunu bilmirlər. Onlar möminlərlə rastlaşdıqda, biz iman gətirdik deyirlər. Öz şeytanları, azmış dostları ilə təklikdə qaldırda isə, biz sizinləyik, biz möminlərə ancaq istehza edirik deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Onlar doğru yolu verib, azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar. Özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. Onlar kar, lal və kör olduqlarına görə doğru yola qayıtmazlar. Yaxud onların məsəli zülmət içində göy gürültüsü və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxıyırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdı. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər. Zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su indirib, onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyilsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın. Əgər siz bunu edə bilmirsinizsə, heç edə də bilməzsiniz. Onda yanacağı insanlardan və daşlardan olan kafirlər üçün hazırlanmış oddan çəkinin. İman gətirib salih əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan cənnət bağlar vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə, bu ki, əvvəlcə bizə verilən ruzidir deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötürü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. Həqiqətən, Allah ağcaqanadı və istər böyüklükdə, istərsə də kiçiklikdə, ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər, bu məsəllə Allah nə demək istədi? Halbuki o, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin o, bununla yalnız fasiqləri yoldan çıxarır.
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri, qohumluq əlaqələrini kəsir və yer üzündə fitnə fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır. Allahı necə inkar edirsiniz ki, siz ölüydünüz, o sizi diriltdi. Sonra o sizi öldürəcək və yenə dirildəcək. Daha sonra isə siz ona qaytarılacaqsınız. Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu 7 qat göy edən odur. O hər şeyi bilir. Sənin Rəbbin mələklərə, mən yer üzündə bir canişin bərqərar edəcəyəm dedikdə, onlar, biz səni həmdsəna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada fəsad törədib, qan salacaq bir kəsmi yerləşdirəcəksən, söylədilər. O dedi, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi, doğru danışanlarsınızsa, bunların adlarını mənə deyin. Onlar dedilər, sən pak və müqəddəssən, sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur. Həqiqətən, sən bilənsən, müdriksən.